Xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənim həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Evlilik və sevgili münasibətlərində əgər bir kişi qadının telefonuna baxmaq istəsə, qadın belə bir ifadə işlətsə ki, bu mənim şəxsi məkanımdır, heç kim mənim telefonuma baxa bilməz. Bilin ki, kişilər böyük ehtimal ki, sizi yaxında xəyanət gözləyir. Düzdür, psixologiyada %100 məsələ yoxdur. Elm statistikalar üzərindən irəliləyir. Statistikada ən azı 2 milyard insanın təcrübələrinin ümumiləşdirməsidir. İndi istisnai hallarda bu xəyanət olmaya bilər. Əslində səbəblər tamamilə başqa ola bilər. Lakin kommentlərdə kim ki inkar eləməyə başladı, həmən də həmən o başqa səbəblərdən dolayıdır. Bilin ki, elə şübhəlilər riskində odur. Diqqətinizə görə minnətdaram. Sağ olun.